hətta qoy deyim, bilin, deməsək xəyanət olar bu Peyğəmbər minbərinə. Azərbaycan xalqının da boynunda Ayətullah Xamneyinin haqqı var. Necə? Videolar göz qabağındadır. Kadrlar indi də var. Həm 1-ci Qarabağ savaşında, həm 2-ci Qarabağ savaşında Azərbaycana ordu göndərən, general göndərən, əskər göndərən, neçə şəhidlər, hətta Əfqanistandan olan qardaşlarımız, mən bu gözümlə, and olsun bu Ramazan ayına şəhadət verilən Peyğəmbər minbərindən, Lənkəranda öz gözümlə Əfqan mücahidləri görmüşəm. İran tərəfdən gəlirdilər, İranlarla bir yerdə gəlib döyüşürdülər. Şəhid olanlar da İran və Əfqanistan şəhidləri indi Bakıda, Xırdalan qəbirstanında qəbirləri var. Açıq-aşkar prezidentin müşaviri etiraf edir ki, qaçqınlarımıza düşərgədə videosu da var, yardım eləyən, ən ağır yarım milyondan çox qaçqını Xocalı qətliamı kimi qırılmaqdan qoruyan Ayətullah Xamneyinin sayəsində idi. 2-ci Qarabağ savaşında da özləri etiraf edirlər. Həm indiki prezident, həm eks-prezident etiraf edirlər ki, İranın yardımı idi. İran yeganə ilk müsəlman ölkəsi idi ki, Ermənistanı işğalçı tanıyırdı. Ev yoxdur, qoy haqqını bilməsinlər. Onsuz da çoxları Peyğəmbər Əhl-i Beytin haqqını bilməyiblər.